Salam dostlar, salam əziz qardaş və bacılar. Necəsiz? Ümid edirəm ki, yaxşısınız və yaxud yaxşı olmağa neyinirsiniz, çalışırsınız. Mənim əzizlərim, o son videomu paylaşmışam. Ondan sonra bu nevrozların əksəriyyəti həyəcanlanıb yazır mənə part ki, siz demişsiniz ki, bu endogenlər sağalmır filan. Ümumiyyətlə, nevrozda sağalma belə bir anlayış yoxdur. Yəni, patoloji xəstəlik sayılmadığından sağalma demirlər. Yəni, bizim sahədə buna sağalma yoxdur. Deyənlər indi dilində deyirlər də, mənim ondan acığım gəlir. Elə belə, yəni, xəstə kimi baxır ona və sağalacaqsan deyir. Nevrozun heç bir növündə sağalma yoxdur. Sadəcə özünə qayıtma var. Yəni, geri dönmə olur. Yəni, bu patoloji xəstəlik deyil ki, deyək, bu haradasa sağalır. Bu durumdur. Durumu da qarşısını almaq olur və özünə qaytarmaq olur. Endogenlərdə də sağalma, yəni özünə qayıtma var. Hərçənd endogenlərdə özünü də bərpa eləyə bilir. Üstünlüyün bir cəhəti də budur. Düzdür, egzogenlərə baxanda ağırdır endogenlər. Çünki bunlarda anadan gəlmə o neyromediatorların disbalansı olur və frontal korteks bölməsi çox aktiv olur deyə, daha doğrusu deaktiv olur. Ona görə də bu baş verir. Neyron svязlar zəifləyir və s. Bu biolojidir. Amma o demək deyil ki, endogenlərdə bir xüsusiyyət var ki, bir də görürsünüz ki, cüzi müdaxilədə bu nevrozlar özlərinə qayıda bilirlər. Yəni, beyin onsuz da onu bərpa edir müəyyən qədər və bir balaca da dəstək verirsən, motivasyon seanslar ən əsasdır və tez bir zamanda qayıda bilir özünə. İpoxonlardan başqa, ipoxonlarda xasiyyətlə bağlıdır. O, uşaqlıq dövrünün tərbiyəsindən qaynaqlanan bir şeydir. Yəni, xasiyyətə çevrilir və o xasiyyəti yenə də biz terapiya ilə qaydasına qoya bilirik. Bir sözlə, psixoterapiya mütləqdir. Yəni, bütün hallarda endogenlərin özündə də bilirsiniz ki, elə bir abastreni olur ki, elə bir vəziyyət olur ki, bu insan qavrama funksiyasına qədər deaktivləşir və elələri var ki, yorğan döşəyə də düşə bilir. Elələri var, evdən bayıra çıxa bilmir. Biz onları nəzərdə tutub özünə qaytara bilirik. Anlatabildim mi? Amma tam sağalma o deməkdir ki, yəni tam bərpası olunmur. O deməkdir ki, 80% bərpa olunur. İdarəçiliyi bizim texnikalarla ələ alır. Elə bir ki, qabaq maşını sürürdü, qazı basırdı sükansız, rulsuz. Amma indi biz onun əlinə rulu veririk. İdarəçilik onun əlində olur. Və qabaq hansısa bir simptom olanda və yaxud hansısa bir negativ düşüncə olanda bu endogenlər otururdular, onu saqqız kimi beynində fırladırdılar. O yerə çatırdı ki, panika tez-tez yaşayırdı və
bütün enerjisi tükənirdi, pastelə düşürdü və yaxud qapanırdı, bayır bacaya çıxa bilmirdi. O hallar olmur. Və yaxud hansısa bir simptom, deyək ki, ürək əzələ sancısı onu səhv salır ürək damar problemi ilə və aylarla görürsünüz ki, o ağrı davam eləyir və bu da eyni şeyi düşünür. 50 dəfə gedir, yoxlatdırır, deyirlər heç nə yoxdur, yenə də o düşünür onu. Biz onları qaydasına qoyuruq, yəni onlar elə sağalmanın bir növüdür. Sadəcə tam sağalmır, tam bərpa olunmur. Mən ona deyirəm ki, bu insanlar yenə də həssas olaraq qalırlar. Yəni, başqa növ nevrozlara baxanda bunlar medsiyasas olurlar. Yəni, hava dəyişiləcəksə bunlar dərhal hiss edirlər. Özlərinə ələ ala bilirlər. Yəni, bizim terapiyalardan sonra özlərinə ələ ala bilirlər. Sonra soyuq dəyimi olarsa, yəni nevroz özünü bürüzə verir. Orada da özünü ələ ala bilir bizim texnikalardan sonra. Və hansı bir olay baş verərsə, yanında kimsə rəhmətə gedərsə və yaxud nəsə olarsa həyatında negativ bir hal, o zaman da bu özünü idarə eləyə bilir. Yəni, idarə eləyə bilir, özü istəyərək eləmir. O texnikaları bir müddət eləyir, beyni o cürünə işləməyə alışdırır. Anlatabildim mi? Beyin bir müddətdən sonra həmən o texnikaları mənimsəyir və görürsünüz ki, hansı bir olay olarsa və yaxud hansı negativ bir hal baş verərsə, dərhal beyin özünü bərpa eləyib təhlükə siqnalını söndürə bilir. Artıq sizə ehtiyac olmur. Hiss eləyirsiniz, hiss eləyəcəksiniz ki, nəsə narahatsınız, nəsə belə şey, amma əvvəlki kimi şiddətli olmur və beyin onu maksimum dərəcədə çalışır ki, bərpa eləsin özü və o simptomlar da uzun müddətli olmur və yaxud o hansısa negativ hallar uzun müddətli olmur. 1-2 saat, 3 saat sizi narahat eləyə bilər, maksimum deyirəm və bir görürsünüz ki, yatarsınız, durarsınız, məsəl üçün də yuxunuzu fərq eləmir günün hansı vaxt olursa olsun, bir qədər dincələrsiniz, durarsınız, qaydasına düşəcək. Tamam mı? Yəni, o baxımdan deyirəm ki, tam bərpası olunmur. Yəni, tam, yəni, mən nevroz edim, daha önce nevroz yoxdur məndə, belə şey olmur. Mümkün deyil. Nevroz olaraq qalır. Amma idarəçilik bunun əlində olur. O texnikalarla beyni alışdırır, beyin artıq təhlükə siqnalını söndürür və hər dəfə nəsə baş verəndə çalışdığı qədər həmən o təhlükə siqnalını deaktivləşdirməyə çalışır. Buna biz deyirik 80% sağalma. Tamam mı? Amma egzogenlərdə nevroz idim, hansısa bir olaydan ötəri, travmadan ötəri, onu qaydasına qoyursan və vəssalam, sağalır. Və içinizdə elə bir xəstələr də var ki, elə bilir ki, hansısa olaydan sonra bu nevroz olub. Egzogenlə endogeni səhv salır. O zaman onlar onu aydınlaşdıra bilmir, onu ancaq biz aydınlaşdırırıq. Test götürəndən sonra, konsultasiyadan sonra biz tam diaqnozu qoyuruq ki, sizdə endogendir, yoxsa egzogendir. Onlar səhv salırlar. Çünki endogenlərin özündə də görürsünüz ki, yaşın bir vaxtına qədər ümumiyyətlə psixoloji xəstəliklərin 90% elədir.
Hətta şizofrenikların bir çox növləri 21-20-dən yuxarı yaşa qədər normal həyat yaşayır. 20-dən sonra şizofreniki bürüzə verir. Yəni bu nevroz da eyni şeydir. Bir müddətə qədər sizə dəyməz. Bir müddətdən sonra hansısa olay baş verərsə və partlayış baş verə bilər. O 20 yaşlarda da olar, 30 yaşlarda da, 40 yaşlarda da, amma asozunlu olmur. Siz onu özünüz hardasa yəni həyatınızda hansısa maneçiliklər var, amma siz elə bilirsiniz ki, bu normaldır, normal qarşılayırsınız. Biz onu test götürəndən sonra bilirik ki, siz endogen xəstəsisiniz. Amma siz onu bilməmisiniz, indiyənə kimi normal qarşılamısınız və birdən-birə hansısa bir olaydan ötəri partlayış baş verib, elə bilmişsiniz ki, həmən olaya görə baş verib bu. Anlatabildim mi? Onu siz bilə bilmirsiniz. Onu ancaq bizlər araşdırırıq, bilirik. Detallar var orada. Tak что qorxmayın. Biraz da təşviş götürüb sizi. Qorxmayın. Yəni bütün hallarda bu nevrozdur. Nevroz öldürücü xəstəlik deyil, hərçəndi hormonal disbalans verir, neyromediatorların disbalansı verir və kortizolun yüksək olması gətirir. Hansısa illər sonra hansısa bir fəsadlar verə bilir və yaxud məddə nevrozları var ki, refleksdən sonra gətirir, yemək borusunda yanğınlar baş verir, sloy və hansı bir ağır xəstəliyə çevirə bilir. Amma o demək deyil ki, bunların müalicəsi yoxdur. Yəni bunları idarə eləmək olmur. Olur, təbii ki, cərrahi yolu var, bunun refleksu aradan qaldırırlar. Və özündə diyeta ilə filanla bəzi məsələlər var orada. İndi biz onu deyirik, ondan təmizləyə bilirsən uzun illər. Amma все равно refleksa, yəni o fiziki siz onu hiss edəcəksiniz, fiziki pozuntudur. Klapında, məddə klapınında artıq все bağlanmır deyə refleks yaradır. Onun cərrahi müdaxilə lazımdır ki, onu qaydasına qoysunlar, o yaxşı şey deyil. Bir müddətdən sonra o yemək borunu yandırır, sloyları yandırır və mənim qorxutmaq istəmirəm sizi, mənim rəhmətli atam da elə idi, refleks idi və biz onu illərdə əməliyyatdan qorxurdu, əməliyyata getmədi, elə öz başına müalicələr edirdi, nə bilim, cürbəcür dərmanlar atırdı, neyirdi. Həm də insult olmuşdu da, onun nerpatologu baxırdı ona. Bir müddətdən sonra artıq yemək boru məddəsində xərçəng aşkarlandı və qurtula bilmədi, yəni qurtara bilmədi onu. Hərçəndi Amerikadan belə dərmanlar gətizdirdi, neynədi, yəni alınmadı. Yəni deməyim odur ki, hər şeyin çarəsi var vaxtında. Sizin başınıza dönüb. Gördünüz ki, çox incidir, mütləqdir ki, müdaxilə olunsun. Tamam mı? Yəni onu yenə də mən baxıram vəziyyətə və deyirəm sizə ki, bəli, yaxınlaşın hansı bir neyrocərraha, ümumiyyətlə neyrocərrah olmasa da belə, əsasən mədə bağırsaq cərrahları var. Gedirsiniz, refleksi qaydasına qoyurlar, siz həyatınızı davam edirsiniz. Kortizolun yuxarı olması, ona görə mən dönə-dönə tapşırıram ki, stres çox yaşamayın, qorxmayın, qorxu rejimini aktivləşdirməyin, təşviş həyəcan, yəni təhlükə rejimini aktivləşdirməyin. Həyatınızı yaşayın, insanlar nevrozla
yüzillərlə yaşayır, heç bir şey olmur. Amma siz o stresi yaşayırsınız. Bəzən tərslikdən illərlə günü-günə satıb yaşayırsınız ki, bunun çarəsi ola mənim əzizlərim. Ona görə də vaxtında müraciət eləmək lazımdır, vaxtında bunun üstünə neynəmək, düşmək lazımdır. Özünüzə yaxşı baxın, özünüzdən müğayət olun. Bu arada da sizə deyim ki, reklam olmasın, sadəcə çox sayılı müraciətlərə əsasən bunu eləmişik. Bu arada bir aylıq kursumuz, bir aylıq seansımız çox aşağı salmışıq, bir aylıq paketdir. O paketi alırsınız, bir ay yəni seansı alırsınız bizdən. Yəni müalicə metodlarını gedir, indi onu biz bilirik də necə eləməliyik, protokol üzrədir onlar hamısı eləyirik bir ay, tamam mı? O sizi görün nə qədər özünüzə gələcəksiniz, görün həyatınız nə qədər dəyişiləcək, görün siz elə sonradan elə biləcəksiniz ki, indi bilmirsiniz, siz indi öz həyatınızı robot kimi yaşayırsınız. O seansları keçəndən sonra, müalicə metodlarını keçəndən sonra siz ayılandan sonra deyəcəksiniz, mən bu vaxta kimi sən demə yaşamamışam. Anlatabildim mi? Yəni nevroz belə bir şeydir. Ona görə də vaxtında cüzi belə hiss eləsəniz, ən azından konsultasiya mütləq yazılın ki, qoy diaqnoz düzgün verilsin. Tək mənə demirəm, Lüboy psixoterapevtlərə yazıla bilərsiniz ki, diaqnoz qoyulsun. Bəlkə sizdə şizofrenik tipli bir xəstəlikdir, onu da aşkar eləsinlər, tamam mı? Ya depressiya ilə nevrozu səhv salırsınız, major depressiyanız var və müxtəlif depressiya halları var, səhv salarsınız birdən. Ona görə diaqnoz mümkün qədər tez olmalıdır, tamam mı? Özünüzə yaxşı baxın, özünüzdən müğayət olun, sağ olun, sağ olun.